Heç düşünmüsünüzmü? Hər gün cəmi bir ədəd qırmızı biber yesəniz, bədəninizdə nələr dəyişər? Gəlin sizə izah edim. Qırmızı biber sadəcə süfrələrin bəzəyi deyil, əsl sağlamlıq bombasıdır. Əgər onu xam şəkildə yesəniz, tərkibindəki beta-karotin və likopen sayəsində xərçəngə qarşı bədəninizdə güclü bir qalxan yaradarsınız. Amma maraqlısı bundan ibarətdir ki, bir ədəd qırmızı biberdə limondan tam 3 dəfə çox C vitamini var. Bu isə o deməkdir ki, hər səhər bir biber yeməklə immunitetinizi polad kimi möhkəmləndirə bilərsiniz. Üstəlik xanımların və bəylərin diqqətinə, qırmızı biber bədəndə kollagen istehsalını artırır. Bu da dərinin təravətli qalması, qırışların gecikməsi və yaşlanma prosesinin yavaşlaması deməkdir. Biber stresi azaldır, hüceyrələrinizi qoruyur və həzm sisteminizi saat kimi işlədir. Qısacası, bu kiçik tərəvəz həm bədəniniz, həm də zehniniz üçün ən ucuz və ən təbii dəstəkçidir.